Dəniz və okeanlar bizə sakit görünsə də, bəzən içində böyük bir güc gizlədir. Bu güc bir anda hər şeyi dəyişə bilər. Dünyanın bir çox yerlərində insanlar nəhəng dalğaların necə qəfil meydana gəldiyinə və hər şeyi necə dağıtdığına şahid olublar. Təbiət bəzən gözəlliyi ilə, bəzən də qorxunc gücü ilə insanı heyrətə salır. Hazırsızsa başlayaq. Sizsə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Bu kadrlar İndoneziyada çəkilib. Sahildə toplaşan insanlar ətrafda baş verənləri telefonlarına çəkirdilər. Lakin onlara doğru yaxınlaşan nəhəng dalğaların dağıdıcı gücünü hələ də anlamamışdılar. Bir neçə dəqiqə sonra okean sanki qəfil qəzəblənir. İtalyan sahilində yerləşən bir restoranda isə işçilər axşam təmizliyini bitirmək üzrə idilər. Hər şey bir an içində baş verir. İri dalğalar qapıları zorla açaraq içəri dolur. Restoran əməkdaşlarının qapıları bağlamaq cəhdləri nəticə vermir. Həmin gün dalğaların hündürlüyü 6 metrə çatırdı. Esse daqui também não estamos bem. Vamos, estamos. Olha aquele ali. Aí é bem. Aí é brutal. Aí é coitado. Aí é coitado. Aí é bem. Grande molha. Aí é bem. Foi o que o seu for a sair agora? Hindistanda balıqçılar okeana çıxmaq istəsələr də, həmin gün 10 metr belə irəliləyə bilmədilər. Dalğalar onların ümidlərini əlindən almışdı.
Əgər bu təsvirlər sənə inanılmaz görünürsə, yanılmırsan. Çünki hava adalarında dalğaların hündürlüyü bəzən 15 metrə qədər yüksəlir və bu təbiətin insan qarşısında necə güclü olduğunu göstərir. Opa, estamos unidos, opa. 27 oktyabr 2012-ci ildə Grand Holiday Cruise Lineri güclü qasırğaya düşür. Əvvəlcə qorxulu heç nə baş vermirdi. Amma bir neçə dəqiqə sonra gəmi nəhəng dalğaların təzyiqindən əyilməyə başlayır. Xoşbəxtlikdən həmin hadisədə xəsarət alan olmur. It's blocking out the horizon. That's a big one. That's 14 meters. Вот ты! Валя! 2024-cü ilin dekabrında isə Peru sahillərinə güclü tsunami hücum edir. 6 metrə çatan dalğalar sahil yanı istirahət mərkəzlərinə və balıqçılıq təsərrüfatlarına ciddi zərər vurur. Təbiətin qəzəbi bir daha özünü göstərir. Dəniz və okeanlar bir tərəfdən gözəlliyi, digər tərəfdən isə amansız gücü ilə insanı heyrətləndirir. Nəhəng dalğalar bizə göstərir ki, təbiətin qarşısında insanın gücü çox kiçikdir. Növbəti videonun sonu. İzlədiyiniz üçün təşəkkürlər.